salmaydı. Xeyr, mən də geyinmirəm. Rəngi təkcə bir əmlak səhvəti düzdür, yoxsa karma almaq düzdür. Yoxsa onların bilmək olur. Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Hoş gördüm her birinizin yeni videomda. Bugün ben sizlerle çok dadlı, lezzetli, asanlıkla tez bir zamanda hazırlayabileceğiniz kənd toyuğundan çığırtma hazırlayacağım. Bunun için ben toyuğu yaxşıca yudum, doğradım. Tavanın içerisine yerleştirdim, koydum gazın üzerine. Toyuq suyun versin. Bu arada 5 adet soğan götürmüşəm. Onları qabığını soydum, yaxşıca yudum. İndi isə doğrayıram. Gördüğünüz kimi halqa doğrayıram. Artık toyuq qaynağa düşüb, suyun verib. Burada göstərirəm sizlərə. Yenidən qazanın qapağını bağlayıram. Gözləyirəm suyu tam çəkilsin, yağa düşsün. Yağa düşdükdən sonra üzərindən doğradığım soğanları, duz, istiot və yağ əlavə edirəm. Yenidən qazanın qapağını bağlayıram, qoyuram, soğanlar suyun versin, toyuq bişsin. Bu arada onu da qeyd etmək istəyirəm ki, toyuq 1 illik toyuqdur. Yəni cavan toyuqdur. Buna görə də qaynatmadan bişirə bilən toyuqdur. Əgər sizdə yaşı olarsa, bu zaman mütləq öncədən qaynadın, daha sonra belə soğançıda bişirin, çığırtma edin. Çok dadlı, lezzetli yemeğimiz hazırdır. Sonda üzerine pomidor sosu, biberle hazırladığım, kış için hazırladığım daha doğrusu sosdan əlavə ettim və bir qaşıq da biber pastası əlavə etdim. Həqiqətən çox dadlı, möhtəşəm alındı. Onu da qeyd edim ki, mən bu dəfə soğança ilə hazırladım. Siz soğançanın üzerine yumurta da vura bilərsiniz. Bu toyuq çığırtmasını hazırlayarkən mən yumurtadan istifadə etmədim. Belə də çox dadlıdır, lezzetlidir. Mütləq siz də hazırlayın. Əgər bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.